İranda başlayan etirazlar hansı istiqamətdə inkişaf edə və bu hadisələr Azərbaycana necə təsir göstərə bilər? Əslində bu suala cavab axtarıb. İndi həm dünya mətbuatında, həm də Azərbaycan mediasında İrandakı hadisələrin mümkün ssenarilər ətrafında təhlillər yürüdülür. Azadlıq Radiosunun suallarına cavab verən Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli hesab edir ki, hadisələr 3 istiqamət üzrə inkişaf edə bilər. Onun fikrincə, mümkün ssenarilər sərt repressiyalarla etirazların yatırılması, rejimin mülayimləşməsi və ya keçmiş şahın oğlu Rıza Pəhləvinin hakimiyyətə gətirilməsi ola bilər. Rıza Pəhləvinin ölkəyə qayıtması müxtəlif variantlarda ola bilər. Zaten son bəyanatlarında Rıza Pəhləvi bu atasının ya da babasının dövründə olan monarxiya modelinin də olmasında ne ısrarlı deyiləm deyir. Yəni əgər bu variant baş tutarsa, o zaman Avropada və digər ölkələrdə olan idarə etmədən ölkənin bütövlüyünün qarantı olan bir monarxiya şəklini də ala bilər. Bu da istisna olunmur. Hazırda İranda hakimiyyət dəyişikliyinin mümkün ssenarisi kimi xarici hərbi müdaxilənin ehtimalı ən çox müzakirə mövzusuna çevrilib. Son 2 həftədə ABŞ prezidentinin verdiyi açıqlamalar buna zəmin yaradıb. O dəfələrlə İrana hərbi müdaxilə edə biləcəyini deyib. ABŞ prezidenti son açıqlamasında bildirib ki, İranın rəhbərləri zəng ediblər, görüş təşkil olunur, danışıq aparmaq istəyirlər. Amma görüşdən əvvəl hərəkətə keçmək lazım gələ bilər. Lakin beynəlxalq mediaya danışan ekspertlər bildirirlər ki, ABŞ administrasiyası hələ bu məsələdə götür-qoy etməkdədir. Çünki kənardan müdaxilə heç də proqnozlaşdırılan nəticələrə gətirib çıxarmaya bilər. Administrasiyada ABŞ-ın hərbi müdaxiləsinə qarşı etirazçıların əksinə birləşə biləcəyi ehtimalını irəli sürənlər var. Odur ki, İrana birbaşa hərbi müdaxilə heç də rejimə qarşı deyil, əksinə rejimi ayaqda saxlayacaq faktora çevrilə bilər. Amma Trumpın İran ərazisinə zərbə əmri verəcəyi istisna deyil. Yeri gəlmişkən, ABŞ prezidentinin İrana hərbi müdaxilə ilə açıqlamaları fonunda yanvarın 4-də Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü cənab Markvey Malin və Nümayəndələr Palatasının digər üzvləri Bakıya səfər edərək Prezident İlham Əliyevlə və Müdafiə naziri Zakir Həsənovla görüşüblər. Həm prezident aparatının, həm də Müdafiə Nazirliyinin görüş barəsində ictimaiyyətə açıqlanan məlumatlarında İran məsələsinə toxunulmayıb. Azadlıq Radiosu Müdafiə Nazirliyinə həmin görüşdə İran mövzusunun müzakirə olunub-olunmadığını və ABŞ-ın İrana hərbi müdaxiləsi olarsa Azərbaycanın hansı mövqedə olacağı ilə bağlı sorğu göndərib. Lakin veriliş efirə gedənə qədər suala cavab ala bilməyib. Keçmiş səfir Nəsib Nəsibli isə deyir ki, hərbi müdaxilə qərar verirlərsə, bu prosesdə Azərbaycanın iştirakı istisna olunur məncə. Çünki Azərbaycan üçün bu həyati bir məsələdir və özü də çox təhlükəli bir məsələdir. Ona ən azından açıq şəkildə qarışması mümkün deyil. 3-cü Respublika platformasının qurucu üzvü Araz Əliyev hesab edir ki, Azərbaycan hakimiyyəti İranın demokratikləşməsində yox, artıq dil tapdığı rejimlə əməkdaşlıqda maraqlıdır. Onun fikrincə Azərbaycan öz təhlükəsizliyi baxımından hazırki mərhələdə ehtiyatlı mövqe sərgiləyir. Amma baş verən hadisələr rejimin dəyişikliyi ilə nəticələnərsə, onda rəsmi Bakının konkret mövqeyi müşahidə oluna bilər. Düşünürəm ki, Azərbaycan hələ ki proseslərin gedişatını dəyərləndirməyə çalışır ki, hara gedə bilər, hara getməyə bilər. Digər tərəfdən tərəflər də burada fərqlidir. Məsələn, İsrail Azərbaycanla müttəfiq olan bir dövlətdir. Məsələn, onun və ya Amerika ilə yeni bu strateji tərəfdaşlıq məsələsi müzakirə olunur hal-hazırda. Yəni ona görə məncə Azərbaycan daha da necə deyirlər, təmkinli davranmalıdır bu məsələdə. Yəni İranda baş verə biləcək istər kənar hərbi müdaxilə, istərsə də vətəndaş müharibəsi ehtimalları qonşu ölkədən Azərbaycana böyük qaçqın axını ehtimalını artırır. Keçmiş səfir Nəsib Nəsibli deyir ki, əgər Cənubi Azərbaycandan qaçqın axın olarsa, beynəlxalq hüquqa görə Azərbaycan tərəfi bunun qarşısını ala bilməz. Azərbaycandan iqtisadçılar hesab edirlər ki, İrandan Azərbaycana böyük qaçqın axınının gəlməyi Azərbaycan iqtisadiyyatı üçün ağır zərbə olar. Onların təhlillərinə görə bu böyük işsiz ordusu demək olacaq ki, onsuz da sosial-iqtisadi vəziyyəti ürək açan olmayan ölkə üçün ciddi risklər daşıya bilər. Ana Vətən Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı Fəzail Ağamalı Azadlıq Radiosunun açıqlamasında deyib ki, Azərbaycan dövləti İranda baş verə biləcək bütün variantlara hazır olmalıdır və cənubdakıların hüquqlarının və təhlükəsizliyinin qorunması üçün biganə qalmamalıdır. Hadisələrin gedişi daha radikal müstəvidə
davam ederse Fars Molla rejimi silahsız vəziyyətdə olan, öz hakları uğrunda artıq mübarizəyə qalxan soydaşlarımıza qarşı soyqırım siyasətini həyata keçirərsə, Azərbaycan özünün bütün imkanlarından istifadə edib bu soyqırımına qarşı özünün iradəsini və bütün imkanlarını ortaya qoymalıdır və düşünürəm ki, əgər belə bir xoşa gəlməz, dəhşətli faciə ilə biz üzə qalsaq, bu addımı atmaq zorunda qalacağıq. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi də hesab edir ki, Cənubi Azərbaycanlıların məsələləri Azərbaycan dövləti üçün prioritet olmalıdır. Azərbaycan hökumətinin prioritetləri arasında iki məsələ olmalıdır. Bir, əlbəttə ki, Azərbaycan Respublikasının bu proseslərdən ən az mənfi təsirlənməsi, yəni bu baş verə biləcək istənilən kataklizmlə Azərbaycan dövlətinin az ziyan görməsi. İki, Güney Azərbaycanlıların orada maksimum hüquqlarının qorunması və onların orada istər aborigen xalq kimi, istər siyasi iştirakçı kimi daha uğurlu, daha iqtisadi baxımdan, siyasi baxımdan daha uğurlu bir variantla o vəziyyətdən çıxmaları və yararlanmaları Azərbaycan dövlətinin prioritetləri əsasında olmalıdır. Bu məsələdə dövləti təmsil edən rəsmilərin mövqelərində müxtəliflik sezilir. Məsələn, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev hesab edir ki, İranda baş verənlər həmin ölkənin daxili məsələsidir. Amma onun fikrincə bu proseslərin Azərbaycan üçün tam təsirsiz qalacağını da demək olmaz. Çünki İranın Azərbaycanla qonşu olması və oradakı qeyri-sabitlik istər-istəməz təhlükəsizlik, ticarət və regional sabitlik baxımından risklər yaradır. Hakimiyyət dəyişikliyi olarsa, əsas sual yeni rəhbərliyin hansı siyasət yürüdəcəyidir. Əgər bu siyasət qonşularla gərginlik üzərində qurularsa, bu bölgə üçün əlavə problemlər deməkdir. Əksinə daha açıq və rasional xətt seçilərsə, həm İran, həm də region ölkələri, o cümlədən Azərbaycan üçün yeni imkanlar yarana bilər. Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtonda imzalanan razılaşmalara əsasən Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək trip marşrutu ilə bağlı İran hökumətinin təmsilçiləri narazılıqlarını ifadə etmişdilər. Bu açıqlamalarda kommunikasiya xəttinin Amerikalıların nəzarətində olmasının İranın maraqları ilə ziddiyyət təşkil etdiyi vurğulanırdı. Həmin kommunikasiya xətti İranla sərhəd zolağından keçir. Trip isə təkcə Azərbaycanı öz eksklavi ilə birləşdirəcək layihə olaraq deyil, həm də beynəlxalq logistik xəttlərin bir qolu kimi nəzərdən keçirilir. Elə bu səbəbdən bəzi ekspertlər İranda baş verə biləcək rejim dəyişikliyinin təkcə regionun deyil, ümumilikdə dünya iqtisadiyyatına böyük təsir göstərəcəyini və bunun həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün yeni fürsətlər aça biləcəyini bildirirlər.